Məhbə xanım, baxın, bu nəfəs texnikalarının özü, ümumiyyətlə nəfəsin özü də birbaşa həm də bizim belə deyək də çakralarımızdan çox bağlıdır. Bəli. İndi mən izləyicilərə bəzi məlumat verim də, yəni elə başa düşməsinlər ki, bu çakra deyəndə nəsə qeyri-məfhum, fantastik bir şeylərdən danışırıq. Bu bizim bədənimizin quruluşudur və bədənimizdə enerji mərkəzləridir. Hansı ki, yəni hara baxsan, yəni görərsən də, hətta belə deyək də həkimlərin yanına müayinəyə gedəndə həmin nöqtələri yoxlayırlar. Həmin, bəli, Yəni başqa nöqtələri yoxlamırlar heç. O nöqtələri yoxlayırlar ki, o nöqtələr əsasında öz belə deyək də müalicələrini yazırlar. Bu enerji nöqtələrində belə deyək, çakraların özlərində qapanmalar olur. Demirəm, bloklanmalar olur. Bəli. Tam bağlı olmur. Yəni o bağlı söhbəti yox, bağlı olanda insanın, yəni həyatın sonu deməkdir. Həyatını itirir, bəli. Bloklanır sadəcə. Müəyyən bloklar olur. Enerji yaxşı işləmir. Elə bil bu çayı təsəvvür edin. Çay biri var ki, tam belə gür axır və yaxud da müəyyən bir yerdə daşlar, iki dənə daş bir yerdə sıxılanda orada balı az sızıntı ilə başlayır keçməyə. O da təsir eləyir də sənin ümumiyyətlə sağlamlığında təsir eləyir o. İndi sualım nədən ibarətdir? Varmı ki, məsəl üçün nəfəs texnikaları, hansı ki bu enerji mərkəzlərin bu çakralara birbaşa təsir eləyir? Bəli. Misal üçün? Ümumiyyətlə çakralar, yəni bədənimizin enerji mərkəzləri bizim bədənimizə həm fiziki, həm zehni, həm emosional və həm də ruhani tərəfdən təsir göstərir. Və bütün nəfəs texnikaları, tənəffüs məşqləri hamısı sırf çakralar üzərində tətbiq olunmuşdur. Bir var ki, məsələn, hərəkətlərlə bir yerdə nəfəs çalışmaları. İndi mən burada yəqin ki, hərəkətləri sizə göstərə bilməyəcəm. Sadəcə rahat şəkildə oturaraq sadə nəfəs çalışmaları deyə bilərəm ki, hər bir insan misal üçün bədəndə olan, tutaq ki, birinci çakra blokdadırsa, o çakranı blokdan çıxartmaq üçün bu nəfəs texnikasını yerinə yetirə bilər. Yəni ki, o sırf konkret nöqtəyə işləyən belə deyək də nəfəs texnikaları var yəni. Nəfəs texnikaları, bəli. Ümumiyyətlə, bütün nəfəs texnikaları hamısı xəstəliklərlə bağlı olduğu üçün onları çakralara bölürsünüz və çakra ilə onu nəfəs texnikalarını işləyirik. Əslində, belə deyim də, mən çox sadə bir nəfəs çalışmaları səhifənizdə görmüşdüm, orada bürclərlə bağlı var idi, amma belə çakralarla bağlı görməmişdim, yəni ki, çakralarla bağlı müəyyən şeylər var, işləmlər var. Yəqin ki, çakralarla bağlı çəkiliş eləməmişik.